Diabetik ayaq sindromunda ən tez meydana çıxan əlamətlərdən biri də dəridə olan dəyişikliklərdir. Rəng dəyişiklikləri. Bunun bir neçə səbəbdən rəng dəyişiklikləri ola bilər. Bəzən qan dövranının pozulması nəticəsində dərinin rəngi avazıyır. Çünki periferiyaya yaxşı qan çata bilmir. Bu avazıma ola bilir. Daha dərin işemiyalarda, daha dərin belə deyək damar tıxanıqlarında artıq avazıma ilə yanaşı barmaq uclarında göyərmələr meydana çıxır. Göy ləkələr meydana çıxa bilər. Bu da dəridəki dəyişikliklərin meydana çıxması bir əlamət kimi bizim tərəfimizdən dəyərləndirilir və qan təchizatının artıq pozulması kimi, xronik pozulması və yaxud kəskin pozulması kimi qiymətləndirilə bilir. Dəridə eyni zamanda dermatopatiya deyirik biz. Qəhvəyi rəngli ləkələrin, xüsusən də baldırın aşağı üçdə birində, ayağın özündə dəridəki dəyişikliklər meydana gəlir ki, qəhvəyi rəngli. Bunlar böyük, kiçik, ölçülü, xırda ölçülü, millimetrik ölçüdə ola bilirlər. Buna biz diabetik dermatopatiya deyirik. Bu da ondan xəbər verir ki, həmin xəstələrdə uzun müddət şəkər nəzarətsiz yüksək səviyyədə olur və nəticə etibarında dəridə də dəyişikliklər baş verə bilir.